شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس. شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان. وبينات من الهدى والفرقان. İbadətdə usul köp, fəzilətə bay bolğan, məğfirət həm bərəkət, rəhmətlərə liq tolğan, cənnətlər kən içilib, dozaq məhkəm taqilib, yetib gəldi bizlərə xoş mübarək Ramazan. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elif lam ra. Kitabun anzalnahu ilayka litukhrijan nasa minadh-dhulumati ilan-nuri bi'izni rabbihim ila siratil azizil hamid. Allahilladzi lahu ma fis samawati wa ma fil ard. وَوَيْلٌ لِلْكَافِرِينَ مِنْ عَذَابٍ شَدِيدٍ. صدق الله العظيم. Quran insanlarga nisbeten məngülük tema. Quran qarsaq, onun bizga nisbeten iki xil tərəf barlığını bayqaymiz. Biri Quran Kerimni oqub əcr ilish, Quran Kerimni etiyen keşler tilavet qilish, namazlarımızı oqush və təravihni başdan axırı ötküzüş arqalıq Allah'tan əcr ümid qılımız. Bu doğrusunda nurgun hədis və başqa məzmunlar bulub, bu tərbiyə biz üçün bir qədər asan. Məyli əhli ilim, am xalq yoki ilim tələb qılayotqanlar bolsun, Quran oquşni normal ögünüb, ixlas bilan oqsa, Allah həsləb əcr veriyotidi. Yeni bir tərəf bolsa, Quran Kerimga amal qilib, hayatımızı billah yaşaydigan canlıq bir holatga ekilish. Bu bir qadar qiyin tərbiyə. Quran Kerimning nazil bo'lishinin asosiy vazifasi va maqsadi Quran Kerimning ziminda tirik holatga ekilib, kuch qudratini namoyon qilish va Quran Kerim yetib borganligi jamiyatning to'rt qatlamdan eng yuqori qatlamga yuksaltirishdir. Kishilar Oysha radhiyallohu anhadan Payg'ambar sallallohu alayhi vasallamning hayot shakli to'g'risida so'ragan vaqtda Payg'ambar alayhissalomning axloqiy, ya'ni yashash usuli Quran edi deb javob bergan. Rasululloh go'zal axloqi orqali Quran Kerimni turmushimizning har qaysi taraflarida hayotiy kuchga ega qilishga bizga eng buyuk o'rnak yaratib bergan edi. Bugungi savolimiz: Quran Kerimning ismlaridan 5 ni sanab bering. Qani ekran altidagi savoldoshlarimiz kim eng tez va eng to'g'ri javob bera oladi?